Getdik. Gəlin başlayaq. Aha. Müəllim, evə verdiyinizə də baxacağıq, o dövlət Hə. qulluğu Baxa, yazdığınız. bəli, 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 hamısına günü. İndi burada sualın cavabları var idi. Ona görə səhvlərinizi deyin, səhvlərdən gedin. 6-ya baxa bilərik müəllim bir dənə. Baxın. 6-da nə deyir? Bu Deyir olmalı ki, səhv eləmirəmsə. aha. Hə, yox, bu Evet, morfoloq dəhlidir. tamam, Deyir tamam. cümləsi morfoloq doğru fikirlər. Deyir təsriflənən fe'l keçmiş zamanda da səhvdir. Niyə? İnanır. İdi indiki zamanda da d orada idi hissəcəkdir. Baxın d Hə, mən orada orada d-nı yo qarışdırmışam. yo bu şöyle keçmiş deyil. Bax, Cüneyt. Bir D-nı bırı şöyle gördüm müəllim və keçmiş. prosta D-nı şöyle deyirəm, keçmiş ifadə və etdiyim idi. məna keçmiş zamana yönəldi, ona görə çaşdım. İndi d-nı şöyle keçmiş və idi hissəcək kimi ayırmağa bilirsən də. Bəli, bəli. Mhm. Cümləsində iki sənə qoşma və ədat var, düzdür. Məgər ədatda üçün qoşmadır, iki düz. Feilin təsriflənməyən formaları hal şəkilçisi qəbul edib, düzdür. Olacağına feili sifətdir, yönlü alır şəkilçisini qəbul edib, 2, 3. Adlıq, yəlik, yönlük və yerli işlənib. Baxaq. Alimlər adlıq aldı. Havada yerli aldı. Olacağına yönlü aldı. Uçmağın yerli aldı. 4 də düzdür. Müəllim, olacağına burada isim sayılır ki. İsim demir ki, Ha, deyir ki, feilin bildim. Mən az təsriflən isimləri axtarmışam hə, deyə onu heç şey yəni eləməmişəm. limit Beynimdə qoymur az burada. isim. İsim, sifət, deyir ürəyin nə Hə, ona istəyir. görə əsas məni o çaşdırıb böyük ehtimal ki. Tamam. Sonra var buradan başqa? Deyin. İkiye Müəllim, bakabilirim 7-yə də yani. baxa bilərik. 2, Ortalık səhvdir. 2. 2 sonra 7. 2-yə baxaq. Demək, cümlə üzvlərinin həmcinsliyi istəyir, onu keçəcəyik. Deyir ki, o isə heç nəyə əhəmiyyət vermir. Gözlərini qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun neynirdi? Addımlayırdı. Bax, ağır-ağır, yorğun-yorğun addımlayırdı. Necə, nə tərzdə? Bu nədir? Tərzi hərəkət zəifliyinin həmcinsliyidir. Necə addımlayırdı? Ağır-ağır addımlayırdı, yorğun-yorğun. Bu nədir? Tərz hərəkət zəifliyinin həmcinsliyidir. Bunu götürürsən, düzdürmü? Demək, burada nə həmcinsli, zəiflik həmcinslidir. 5-i götürürük. Sonra davam eləyək. Bir də burada xəbər həmcinsdir. Bax, əhəmiyyət vermir, bir də addımlayırdı. Bir mübtəda var, o, onun iki xəbəri var. Əhəmiyyət vermir, bir də addımlayırdı. Xəbər həmcinsdir, bir də burada nə həmcinsdir? Zəflik. Xəbər, zəflik, o deyilir 2-5 A variantı. Bax, həmcinslik nə idi? Eyni suala cavab verdi, eyni cümlə üzvü ilə bağlı olurdu. Buna həmcinslik deyirdik də. Başa düşdünüz ikini? Yani ben. Tamam. Sonra Müəllimə 7 müəllim. 4. 4. Baxaq. Sifətlər haqqında doğru fikirləri. Sifətlərin hamısı müstəqil cümlə. Bir səhvdir. Niyə? Bax. Orda varlı sözü sifətdir də, düzdürmü? Varlı uşaqları ikisi bir yerdə cümlənin xəbəridir. Varlığın özü tək cümlə üzvü deyil axı. Varlı yanındakı sözlə birlikdə, söz birləşməsi ilə birlikdə ikisi bir yerdə cümlənin xəbəridir. Yəni müstəqil cümlə üzvü deyil. Bir ona görə səhvdir. Sifətlərin quruluşu üç növ var. Rəngbərəng, mürəkkəb, təzə, sadə, bardan barlı düzəltmə. İki düzəl. Hətta oradan bahadan bahalı. Düzdür də? Quruluş üç növü var. İki düzdür. Düzəltmə sifətləri həm adlardan, həm də feildən düzəlir. Düzdür. Bax, bahadan bahalı sifətdən düzəlib, yəni adlardan. Ad da deyəndə bilirsiniz də, isim, sifət, say, əvəzlik, zərf addır, feil isə ayrıcadır. Yəni 3 düzdür. Həm də feildən düzəlib, soymaqdan soyub. 2, 3 düzdür. Düzəltmə sifətlərdən biri çoxaltma dərəcəsindədir, düzdür, ən soyuq. Ən soyuq düzəltmədən də çoxaltma dərəcəsi. 2, 3, 4 B variantı. Sifətin 3 dərəcəsi işlənmişdir. 3 dərəcəsi yoxdur axı. Ən soyuq çoxaltmadır, bir də bahalı adidir. Burada azaltma dərəcəsi yoxdur axı. 2, 3, 4 o deyil B variantı. Başa düşdünüz bunu? Ay uşaqlar, başa düşdük, yaxşı. Sonra deyin səhvlərinizdən. 7 müəllim. 7. Baxaq. Ağıllı övladın anadan aldığı tərbiyə ayın parlaq günəşdən aldığı işıqdır. Gəlin təhlil eləyək. Cümlənin təhlilində birinci xəbəri tapırsınız.
Nədir işıqdır xəbər? Nə işıqdır? Tərbiyə. Hansı tərbiyə? Ağıllı övladın anadan aldığı, necə işıqdır? Ayın parlaq günəşdən aldığı. Elə bil, mübtədanın təyin edicisi hansıdır? Ağıllı övladın anadan aldığı, xəbərin təyin edicisi hansıdır? Ayın parlaq günəşdən aldığı. Demək, burada nə həmcinsdir? Hansı cümlə üzvü işlənməmişdir? Tamamlıqla zərflik yoxdur. A variantı. Təyinlə mübtəda olan variantları çıxanda cavab eləyir A variantı. O cümləni bir daha təhlil edirəm. Nədir işıqdır xəbər? Nə işıqdır? Tərbiyə. Hansı tərbiyə? Ağıllı övladın anadan aldığı tərbiyə, təyin. Necə işıqdır? Ayın parlaq günəşdən aldığı, o da təyindir. Tərbiyə mübtədadır. Təyini ağıllı övladın anadan aldığıdır. İşıqdır, xəbərdir. Xəbərin təyini də hansıdır? Ayın parlaq günəşdən aldı. Başa Müəlliməm. düşdük? Hı. Bəli, bəli. Müəllim bir şey soruşa bilərəm. Bu 8-ci Buyurun. sualda vurğu sualında niyə bir çıxıb pauzada vurğu birinci ezadadır? Pauzada birdədir, bəli. Birdədir. Bəs poundda da axı birdədir. Yox, Pound. bax, dinləyin. Bunu istəyirsə qeyd edin. Tam vurğun keçəcəkdə onsuz da keçməmişik, düzdürmü? Town-da Bəli. vurğu 2-dədir. Town, town, vurğu o-da. Düzdür, indi mən də danışanda aya vururam, yalan deməyim. Amma vurğunu o-dadır. Dem o götürür deyənə, o götürəndən sonra nə edək? Biz də o götürəcəyik də, düzdürmü? Mən özüm Aha. dedim, ifadə eləyəndə gəldi birə düşdü. Ona görə mən götürmüşdüm, siz Elə deyin. bilin, mən də birə vururam. Söz. 5-i 1-3-5 çıxdı. Ona görə təəccübləndim orada. Bildim. Orada bir dənə town adamı çaşdırır. Pauza Hə. 1-ə, forum 1-ə, bir də house 1-ə. 1 3 Onları 5. hamısını düz götürmüşəm. Ha, Bir dənə pauza yerinə taunu götürmüşəm. bildim. Town adamı çaşdırır. Axşamınız xeyir. Zümrüd xanım, Ah, taun nə deməkdir? town xəstəliyin bir növüdür. İndi yoxdur, Ha, keçmişdə, orta əsrlərdə yaranıb, orta dövrdə. Müəllim, Məsələn, indilərdə heyvanlarda şairlərin var bu çoxu filan xəstəlik. o xəstəlikdən gedir belə. Yolxucu bir xəstəlikdir. İndi yoxdur. Town Müəllim, heyvanlar əleyhdir. arasında yenə var. Yəni taun deyirlər, Hə, çunka deyirlər. bəli. Formada ifadə edilir. İtdə pişikdə var. Bəli. Vurğunun cədvəlinə ehtiyac yoxdur uşaqlar. Problemli sözləri mən sizə deyəcəm. Belə qəribə-qəribə sözləri. Amma yox. Uşaqlar söz o qədərdir ki, o vurğunu necə əzbərləyəcəksiniz? Zaten imtahana düşən sözlər tam olaraq belə bəlirli sözlərdir. Onların qaydasını deyəcəm. Yolunu öyrənin. O bu söz öyrənə bilərsiniz. Qoy. Onlara nə var? Sonra deyin. 12-yə baxa bilərik mənimə bir də. Baxaq. 12. Deyir ki, uşaqlar sintaks təhlili biz keçməmişik də, düzdürmü? O biri qrupa Bəli, keçməmişik. keçmişəm. Mən belə şeydən atdım da, belə deyim də, anladığım Keçməmişiksə qədər qalsın. atdım. Onu o biri qrupa keçmişəm sizə. O qalsın. Yəni o elə uzun dərsdir o. Elə belə izah eləməyin adı yoxdur. Onsuz da Tamamdır o izah zaman. eləyəndə biləcəksiniz. Tamamdır. Hə, lazım deyil. Sonra Axşamınız deyin. xeyir müəllimə. Axşamınız xeyir olsun. 9-a baxa bilərik. Neçə? 9-a. 9. Baxaq Məlikə. Nə deyir? Məlikə, bunu səhv Anlamadım bu. Türkçə deməli, yazamazsın. Bunu qəbul eləmirlər. Baxdıqca nədir? Feili bağlama. Ağlaya-ağlaya, feili bağlama. İşləyəndə Sualı feili başa bağlama. düşmədim nə demək istəyir. Üç dənə feili bağlama var. Dördüncü Hə, feili onu bağlama demək. tapmalıyıq. O deyir görərkən, arkan. Hə, sual başa düşməmişdim müəllimə ona görə. Hə, Dedim hə. baxaq. Hə, bax məntiqi ardıcıllıq odur. Feili Hə, bağlama tapmalısın. tamam müəllimə. Sonra deyin getdik. 13. 13. Baxaq 13-ə. Nə deyir 13-də? Deyir ki, bax, ən məşhur testlərimizdən biridir də, ismin ən məşhur testləri. Hansı ismə saitlə başlanan hal artırdıqda ikinci hecədəki sait düşür? Hal Həm onu siz istəyir. demişdiniz də, boyun, əyin, beyin, Bəli, o. burada cavab nədir? Fikir. Çünki, baxın, bədən üzvləri, piolus, könül, qayın, ağıl, oğul sözlərinə yalnızca saitlə başlayan mənsubiyyət artıranda nə olurdu? İkinci hecədəki sait düşürdü. Bədən üzvləri deyəndə nə nəzərdə tutuldu? Yəni, beyindi, ağıldı, alındı, boyundu, çiyindi, qayındı, burundu. Bədən üzvləri pilus, könül, qayın, ağıl, oğul.
Könülün qayını ağıllı oğuldan. Bu sözlərə yalnızca saitlə başlayan mənsubiyyət artıranda düşürdü. Burada cavab bax boyun, əyin, beyin, oğul. Bunlara çıxırsan, cavab eləyir nə? C variantı fikir. Çünki fikrə saitlə başlayan hal artıranda nə olur? İkinci hecədəki sait düşür. Əyin nə deməkdir ki? Təyin Əyin. cümlə üzvüdür. Yo, yo. Hə, əyin sözü nə deməkdir ki? Mən o əyinə görə qaldım. Siz Əyin, dediyinizin hamısı əyin də Aha. paltar mənasında. Bizdə oradakı şey üzvləri dediniz, bədən üzvləri, bir də könül, oğul, Hə, əyin qayıq. sözü də var, əyin də var. Əyin yox idi orada. Ona görə mən o Hə, sözə görə cavab hə, verə bilmirəm. sözlərin içində var idi, əyin. Tamam. Hə, tamam. Sonra deyin. Var başqa səhviniz buradan, deyin. Eləyə bilmədiyiniz, keçdiklərimizdən, keçmədiklərimizin üzərindən baxın. Yoxdur? Tamam. Onu da bağlayıram. Gəlin ev tapşırığımıza da baxaq. Evə sınaq, evə test vermişdim, düzdürmü? Vermişdiniz AB üzrə müəllimə. Hı. Hə, beyaz üzrə dövlət qulluğu testləri, düzdür? Bəli, bəli. Hı. Gəlin buna da baxaq bir dənə. Bir saniyə. Bunu da ekran paylaşmayayım. Cavabları var idi. Buna yoxsa yox oldu? Baxmadım. Var idi, göndərdiniz müəllimə. Aha, tamam. Getdik. Material qrupu. Getdik. Deyin 3 buradan müəllimə. səhvlərinizi. Deyin. 3. 3. Baxaq 3-ə. Bir Hı. hansı cümlədə iki ədad var? Aha. Wow. İki ədad var. Elə danışır ki, sanki heç nədən xəbəri yoxdur. Bir də ədad yoxdur. Elə orada əvəzlikdir. Çünki suala cavab verir. Zərfi əvəz edən işarə əvəzliyidir. Bilirsiniz də zərf deyil. Sanki modal sözdür. Heç nədə ki, qeyri-müəyyən əvəzlikdir. Bir də ədad yoxdur. B-də yəni ədaddır, sənəddə Aha. bağlayıcıdır. B-də Də ədad. orada bağlayıcıdır. Bəli, bəli. C-də axı bizdən nə istəyirsən, ay zalım falan. C-də axı ədaddır, ay nidadır, nə də ki nədir, sual əvəzliyidir. C-ni də başımıra. Digəl də niyə dayandın axı? D-də 3 dənə ədad var. Di, gəl, də, bir də axı. D variantını götürmüsünüzsə uşaqlar. D-də 2 yox, 3 dənə ədad var. Müəllim, bir dənə söz deyim. Burada dəni götürdünüz ədat kimi, amma B-də dəni götürmədiniz. Bəs nə demişdik? Əgər Mən dadəni beyni cümlədə götürmüşdüm müəllimə sadalaya variantını. biliriksə, dadə ümumiyyətcə həm olurdu iştirak bağlayıcısı, həm də olurdu qüvvətləndirici ədad. Dadə anonim bilirsidir, köməkçinin hissəsidir. Cümlədə dadəni sadalaya bilirdiksə bağlayıcıdır, sadalaya bilmirdiksə ədaddır. Bir də sizə bir qayda dedim ha. Dadəni Tamam. dana ilə əvəzləyə biləndə olur da ədad. Yəni də bir qayda da deməyim də, yəni bir rahat tapmaq üsulu kimi. Deyə baxın, digər dana niyə dayandın axı? B-dəki də nədir? Ədaddır. Amma B-də yəni sənə dana gücüm çatmayacaq. Onu demək olmur axı. Həm də B-də sənə də sözünü m, şey deyə bilirsən də, artıra bilirsən. Yəni sənə də, ona da gücüm çatmayacaq. Yəni səndən başqa da gücüm çatmayanlar var da. B-dəki də nədir? Bağlayıcıdır. Amma D-dəki də ədaddır. Cavab burada Y-dir. Yox, mənim bu işdən heç xəbərim yoxdur. Yox, bir də heç. Yoxla heç ikisi də nədir? İnkar ədatıdır da. Ona Mən heç görə Y-yə düşmədim. B-də də ilə Y-ni görüb elə onu götürdüm. İkisinin bir o arada. bağlayıcıdır. Və dadə həm bağlayıcı olurdu, həm ədad. Dadəni dana ilə Bilirəm, əvəzləyə bilirəm. bilirdisə ədad, sadalana bilirdisə bağlayıcı. Sor. Bəli. Din 8. 8. Nə deyir? Nümrədəki fe'lə qadın duruxdu. Bu qəbul sualıdır, 8-ci sual. Duruxdu. D-də nədir? Keçmiş zamanda olan fe'l. 1. Yaşayacağı ağlına,
Yaşayacağı acaq-əzəq nədir? Feili sifət. Orada Yəni çaşdım müəllimə. Bu feili sifət məsələsində çaşdım. Mən çünki onu sən sadəcə gələcək təsdiqlənən feillərə baxmısan, ha? yox. Hə. Orada mən elə bir götürmüşəm müəllimə. Sizdə çıxıb B. Yəni mən götürmüşəm 1-5-lə elə bir feili sifət kimi. Hmm, İkinci feili. bildim. Sizdə çıxır gələcək zamanda olan feil kimi. Başa düşdüm. Yeniden sor. Müəllimə, üzr istəyirəm, sözünüzü kəsirəm. Hı. Siz izah edəndə də C variantını demişdiniz. Yəni mən də C variant yazmışdım. Hı. Daha Cavab doğrusu, Şey B yəni çıxır. daha götürmüşük. doğrusu yox, 1-5 nə olan daha doğrusu. Bəli, C variantı, amma cavab B çıxmışdı deyəsən. 8'in cevabı B değil. B'di de cevap. Siz Siz 1-5 izah deyil edəndə də. 1-5 demişdiniz. Yəni fe'l sifət ikinci olaraq. Amma B-də 3 gəlir axı. Bak. Qadın duruqdu. Birinci keçmiş zamanda olan fiil, Bəli. sonra feili sifət. Bəli. 1-5 olmalıdır C variantı. Hiç onda düz Bəli, amma yazmışam da B müəllimə. çıxıb burada. Yəni sizin cavab atdığınız cavab da B idi. Mən C Cevap. yazmışdım ona görə. Cevap yok. C'di C. Hə, onda 1-5'ti. düz yazmışam. Siyah. C'di C. Yox, Ha? düz Keçmiş yazmışam onda. Mən zamanda də C olan yazmışam. fiil. Geçmiş zamanda olan fiil 1. Yaşayacağı acaq-əzək feil sifət Feil 5. sifət. Gəlməzsə, gələcək zamanda olan feil 1, 5, Bəli. 3. Xatırlaya-xatırlaya feili bağlama. Bəli. Qocalırdıca ki, indiki zamanda olan feil. Elə yazmışıq müəllim. Prosta cavab B çıxmışdı. Bildim. Hə, Yazmışsın. mən bir dənə 9-a da baxa bilərik zəhmət Baxa. olmasa. İsmi xəbər. Bu gün keçəcəyik. İsmi xəbərli cümlə nədir? Bir Okey. dənə qaydası var. İsmi xəbərli cümlə. İsim, sifət, say, əvəzlik, zərf, məsdər, bir də feil sifətin olduğu. İsim, sifət, say, əvəzlik, zərf, məsdər, feil sifət. Qalmışdı. Bu nə etmişdi? Bu feil xəbər. Feildir. Bunu Bəli. götürmək olmaz. Bəli. Qazananlardır. Bu ismi xəbərdir. Məsdərlə feili sifət ismi xəbər sayılır. Onu deyim sizə. Məsdər və feili Qazananlardır ismi xəbər gedir. necə? Qazananlardır. Hə, Yəni ismin bəli, bağlantısını qura bəli, bilmədim bəli. mən ondan. Məsdərlə feili sifət çünki ismi xəbər sayılır. Bəli, bəli. Bəs müəllim C Keçməmiş. nə oldu? Mən C götürmüşdüm. Mümkün oldu. Yox. Mümkün oldu nədir? Feilin xəbər şəklidir. Feilin şəkilləri feili xəbərdir. Aha. Bunu tək ola bilsin keçməmişik deyə biraz Feilin şeydə. şəkilləri, hə, bax, birmənalı şəkildə feili xəbərdir. Bunu Müəllimə, bir də 14-cü sualda deyəsən səhv var idi. Orada 1-i də götürmüşdünüz. Amma orada 1-də 4-dən çox şəkilçi var axı. neçəncidə? 14-də? Güney. Burada bir dənə baxa bilərik. Mən 13, 200 götürmüşəm. Cavab 1-200 çıxdı. 14. 14. Hə, bunu bayaqlam qrupa atdıq. Hə, burada düz deyirsiniz. Uşaqlar, 1-də 4 dənədir. Sol, qum bir dənə, Oldu. laş 2 dənə, dır 3 Dır. dənə, ıl 4 Oldu. dənə. Mışdır 2 dənə. 4 leksik Bəli. tipi qrammatik, biri götürmürsən. Burada 2-ni götürürsən. 2 ilə 3-dür də. Ləşdir, il, hə, 2, 3. Ləşdir, ilmişdir. Üstə də cəlsizlikdəndir. 2, 3-dür, bəli. Hə. Bir dənə bir şey çıxmışdı. O da sonradan Bizdə 4 sizdə dənədir. Onlaşdır. Müəllim bir səhvdir burada. Hə, Məlikə. Çünki birdə 3 dənə leksik şəkilçisi yox, 4 dənədir. Və soldan solğun, bun bir dənə, solğundan solğunlaş 2 dənə, solğunlaşdır 3 dənə, solğunlaşdır ıl 4 dənə. Mış Mənə biri bir siz nəqli keçmişdi, qrammatikdir. Dır da yenə şəxs şəkilçisidir, o da yəni qrammatik olur. Müəllim, heç burada desək ki, 3 dənə, lap 4 dənə leksik şəkilçisi var, bir dənə qrammatik deyil, axı şəkilçi sayı da 5-dən çoxdur, 6-dır. Hə, o da, İstənilən halda səhv çıxır. o da düzdür. doğru cavab 1, 2, 3 idi. Demək bir səhvdir, 2, 3 düzdür də. Bəli, bəli, Məlikə. Cavab orada 2-3-dür. Müəllimə, bir də 11-ə də baxaq da zəhmət olmasa. Baxaq. Nə deyir? Mübtədası buraxılan deyir ki, müəyyən şəxsi cümlə. Bunu keçməmişik, bu qalsın. Bu uzun dərsdir. Bu da uzun dərslərdən biridir. Ona görə bunu buraxın. Çox da lazım deyil. Sonra Bu
Bu Başqa. asandır da müəllimə keçməsək də. Yaman istidir, düz cavab. Baxaq Mələkçi, sən baxaq. Burada mübtədası buraxılan deyirsə, C-dir. Müəyyən Müxtəsər də, şəxsin müxtəsər yəni mübtəda xəbər demək deyil. nə Müxtəsər cümlə. deməkdir? Müxtəsər E, cümlə mü mübtəda və xəbərdir, amma müəyyən Elə şəxs yadımda cümlə qalıb. düzdür. Burada cavab Orada C-dir. Biz ayın sonunda məzuniyyətə çıxırıq. C variantında mübtəda buraxılıb, bizdir də. Həm də müəyyən şəxsli cümlədir. Amma müəyyən şəxsli müxtəsər deyilir. Hə, burada C variantı çıxır. Bu qəbulun testlərindən biri idi. Bu səhv çıxmışdı. Burada cavab C variantı çıxır. Amma C variantı da şeydir. Müxtəsər cümlə deyil, axı geniş cümlədir. Biz ayın sonunda məzuniyyətə orada çıxırıq. məktəbdən o yadımda qalıb ki, Hə, iki sözdən ibarətdirsə, mübtəda hə, xəbərdən, bu düzdür. müxtəsər sayılır. Müxtəsər yox, bu geniş cümlə olmalıydı. Düzdür. Bəli. D değil, D variantı. Yaman istidir. Hə, Hava, düzdür cavab. Axı D-də mübtəda nədir? hava yaman istidir olmalıdır da hava buraxılıb. Hava axı belə deyim. Buraxılsa da yəni cümlə Şəxs təsərrüfdə əvəzliyi olmadı. O daha çox şəxs əvəzliyinə aid olmalıdır. Şəxs əvəzliyi olmalıdır buraxılan söz. Daha çox ona görə. Amma dili də götürmək olar. Hava yaman istidir. Yaman orada yaman istidir. Amma yaman orada axı hava yaman istidir. Necə? Yaman orada axı müxtəsər olmur. Yaman orada zəflik kimi düşünürsən. O da müxtəsərliyini pozur axı. Yaman köməkçinin hissəsi deyil. Bunu ancaq götürmək olar zəflik. Yenə müxtəsər cümlə eləmir axı. D variantı yenə müxtəsər eləmir. Çünki yaman orada köməkçinin hissəsi deyil, zəflikdir. Yenə geniş eləyir axı. Yaman deyilən Onda, köməkçinin hissəmiz yox onda da. mənim şərt tərtib olunub da, belə başa düşək də elə. Belə olmalıydı da. Müəyyən şəxsi geniş cümlə. Bu demin testidir. Müəyyən şəxsi Hı. geniş cümlə. Müxtəsər yox, geniş olmalıydı. tam yadımda qalmayıbdı Bir düzünü soruşa desəm. bilərəm Orada sizdən. məktəbdən yadımda qalıbdı. Mən belə bilirdim. Elə D variantı kimi bilirdim müxtəsər cümlələri. Yox, D variant müxtəsər cümlə bəli, mübtəda və xəbərdən ibarət olan cümlədir. Burada mübtəda və xəbərdən ibarət olan cümlə yoxdur axı. Ona görə belə Detaylarıyla olmalı. yadımda qalmayıb düzü. 12 il keçib də, 13 il keçib üstündən 2012-də məktəb demişəm. Müxtəsər cümlə Amma amma belə yadımda qalıb. qalır. Hmm. Hə, belə yadımda qalıb. Hə. Sonra başqa var burdan. Yoxdur. Müəllimə, bir Üslublar şey soruşa bilərəm sizdən. buyur Ruqi. Sən sözünüzü kəsdim. İmtahanda belə iki başlı suallar, daha doğrusu səhv kimi suallar düşür, yoxsa düşmür? Əvvəllər düşürdü, indi son vaxtlar düşmür, amma səhv olanda da etiraz edirlər, bal artırırlar. Düşəndə düşür. Düzdür, düşmür, daha çox düşmür. Amma Azərbaycan dilindən düşəndə də düşür. Yəni olanda da olur, indi nə deyim, olanda olur yəni. Amma yəni narahat olmayın. Əksinə səhv sualın olmasa həqiqətən sizin xeyrinizədir. Sonradan yenisi dəfələrlə olunub ona bal verirlər yəni. Əksinə səhv sual həqiqətən pis bir şey deyil, onu deyim sizə. Bal verirlər sonradan ona həqiqətən. Yəni sonradan apellyasiya, müzakirə filan olur, ona bal gəlir. Amma Azərbaycan dilində olur yəni. Olmur desəm yalan olar, olanda olur yəni. Olub yəni. Deyək kimi. Getdik. Demək, dimin testlərini keçən dəfəki mövzularımız məncə çox asan idi. Düzdürmü? Xitab ara sözlər filan. Çətinlik çəkdiniz o mövzulardan. Mən bir neçədən səhvimiz olub. Yəni səhvim olub, miz yox. Səhv heç, səhv olmağı normal. Yəni istəyirsinizsə baxaq. Demək, gəlin uşaqlar, onsuz da mövzularını belə deyək də qutara-qutardayaq. Yəni təzə dərsimizi keçək ona görə. Qutarandan sonra baxarıq. Demək, burada baxaq nəyə? Bir saniyə. Cümlə üzvlərinə. Bu gün cümlə üzvlərinə bax bir dənə qoy. Bəzən bilirəm hamınız proqramı tez qurtarmaq istəyirsiniz. Bax, bir dənə baxaq görək hansı dərsimiz qalıb. Bilirəm hamınız narahatsınız. Bax. Cümlə üzvlərini qoy göstərim də sizə. Bax. Demək, buralar bitib, bu hissələr bitib. Cümlə üzvlərini indi keçəcəm hamısını. Gələn dərs nəyə keçəcəm? Əlavələr, yəni deyir sizə ayda ikinci hissə. Yəni ikinci hissə birinci hissədən daha asandır.
Və sizin avantajınız bilirsiniz hardadır? Biz dərs başlayanda üslubiyyatı keçdik ya, ikinci hissənin bəzi mövzularını, bəziləriniz deyirdi ki, müəllimə niyə belə eləyir ki? Əslində qalsa çox adam fonetikadan başlayır, amma dövlət qulluğunda fonetikadan başlamağa mən əleyhinəyəm. Nəysə, indi baxaq. Bax, bu gün bu zərfliyə kimi keçirəcəm. Gələn dərsə nə qalacaq da? Bu gün neçənci gündür? Birdir də. Əlavələr, cümlənin həmcins üzvləri, bir də sadə cümlənin şəxsə görə növləri. Hani bu sadə cümlənin şəxsə görə növləri bu. Gələn dərs bunu keçəcək. Bura bitdimi? Ondan sonra bizim dərsimiz nə qalır? Durğu şairlərin işlənməsi qalır. Bir də qalır vasitəli vasitəsiz, bir də Azərbaycan ədəbidir. Bir dərs buradan qalır bizdə. Elə bil ki, bu həftə yox, gələn həftə. Gələn həftə bütün mövzuları bitiririk. Bəli. Gələn həftə, üzümüzə gələn həftə artıq bütün mövzuları bitirdik. Şu an siz sentyabr ayında imtahana girməyi planlaşdırırsınız. Sentyabr Mən ayında. Hə? Mənə az gəlir vaxt ona kimi, mən bilmirəm dəqiq. Mən inşallah girməyi düşünürəm, çünki ən azından sınaq kimi baxıram. Yəni ən azından İnşallah. həm imtahan mühiti necə olur, bəlkə Hmm, də yaxşı yazdım. Yazmasam belə, yəni özümü sınamaq istəyirəm inşallah sentyabrda. İnşallah. İtirəcəyim heç bir şey yoxdur deyə düşünürəm çünki. İstirsənsə gir, niyə də yox yəni. Hə, təkrara filan, yəni uşaqlar, gələn həftənin sonuna bütün mövzularımız artıq bitir. İnşallah ki, Allahın Bazar günləri müəllimə dərs olacaq bu həftə. Hə, bazar gündə. Bazar gündə dərs alsam lap tez bitiririk. Orfoqrafiya keçmişdim də, düzdürmü bazar gündə? Sizlə əməli yazı hə, əməli yazı nümunələrini keçmişik də sizlə, düzdür? Getmiş. Şoxa keçmişik, ərizə, izahat. Ha, Yəni, keçmişik. Aha, lap yaxşı. Testləri filan eləmişik. O da asan mövzudur. Hətta bu bazar gününə sizə Azərbaycan ədəbi dilinin üslublarını keçsəm, üslublarla sintaktik əlaqələri keçsəm, bu iki dərsimiz də buradan gedir. Nəysə. Yəni sual verirdinizsə müəllimə nə vaxt bitiririk, nə vaxt bitiririk? Gələn həftəyə inşallah bütün mövzularımızı artıq tamamilə bitiririk. Ondan sonra ancaq başdan təkrarlayacağıq. Bol-bol test işləyəcəksiniz, qəbul testi işləyəcəksiniz, qəbul tipli, sırf qəbul əsasında, sual əsasında götürülmüş yeni tipli sınaqlar hazırlayacağam, onu işləyəcəksiniz. Yaxşı. Getdik. Gəlin başlayaq. Və mübtədadan başlayaq. Mübtəda nədir? Mübtəda cümlənin baş üzvü olur. Hərəkət və əlaməti xəbərdə verilən şəxsi və ya əşyanı bildirir. Mübtəda cümlədə haqqında danışılan şəxs və ya əşyanın özüdür. Mübtəda qrammatik cəhətdən ən müstəqil cümlə üzvüdür. Bax belə deyim də, mübtəda elə bilin ki, evin şefidir. Ən müstəqil cümlə üzvüdür. Yəni heç bir cümlə üzvündən mübtəda asılı deyil. Hətta xəbər isə mübtədadan asılı olur. Xəbər neyinir? Şəxsə və cəmiyyətə görə mübtədadan asılı olur. Xəbər şəxsə və cəmiyyətə görə mübtədadan asılı olur. Mübtəda sadəcə adlıq halda olan söz və söz birləşmələri ilə neyinir? İfadə olunur. Bir daha deyirəm, mübtəda adlıq halda olan söz və söz birləşmələri ilə ifadə olunur. Kimlə, bəzən də hara suallarından birinə neyinir? Cavab verə bilir. Mübtəda ismlə, sifətlə, sayla, əvəzliklə, zərflə, məsdər və fe'li sifətlə neyinir? İfadə oluna bilir. Mübtəda ümumiyyətlə bütün cümlə üzvləri, bax bu dediyim qayda bütün cümlə üzvlərinə aiddir. Bütün cümlə üzvləri quruluşuna görə necə olur? Sadə və mürəkkəb olur. Söz birləşməsi ilə ifadə olunan mübtədalar mürəkkəbdir. Nitq hissələri ilə ifadə olunan mübtədalar isə necədir? Sadədir. Bir daha deyirəm. Məsələn, natiq dərsə gəldi. Bu sadə mübtədadır. Niyə? Çünki isimli ifadə olunur. Amma deyirəm ki, onun oğlu ağıllıdır. Kim onun oğlu? Buradakı onun oğlu nədir? Mürəkkəb mübtədadır. Niyə? Çünki ikinci növ təyinli söz birləşməsi ilə neynədir? İfadə olundu. Sadəcə nitq hissəsi ilə ifadə olunursa sadədir. Söz birləşməsi ilə ifadə olunursa necədir? Mürəkkəbdir. Gəldik xəbərə. Xəbər isə o da cümlənin baş üzvüdür.
Mübtəda ilə bağlı nəyi bildirir? Hərəkət və hökmü bildirir. Xəbərlər isə mübtədadan asılı olur. Xəbər isə mübtədadan neyinir? Asılı olur. Xəbər quruluşuna görə yenə mübtədadakı kimi də bu qayda hər yerdə eynidir. Quruluşuna görə sadə və mürəkkəb olur. Yenə nitq hissələri ilə ifadə olunursa sadədir. Söz birləşməsi ilə ifadə olunubsa mürəkkəbdir. Xəbər quruluşuna görə bölünür iki yerə. Feili xəbərlər, üzr istəyirəm, ifadə vasitəsinə görə iki yerə bölünür. Feili xəbərlər, bir də ismi xəbərlər. Bax, ifadə vasitəsi nə idi? Bayaqlam testdə var idi. İfadə vasitəsi nə ilə ifadə olunmasıdır. Xəbər bölündü, ismi xəbər, bir də feili xəbər. Xəbər, feili xəbər, bir dənə qayda var burada. Feili xəbər bərabərdir feilin şəkilləri. Məsələn, bayaqlam dediniz ha, mümkün oldu, niyə feili xəbərdir? Mümkün oldu feilin hansı şəklidir? Xəbər şəkli. Xəbər şəkli bərabərdir feili xəbər. Sadəcə bu, başqa heç nə. Feili xəbər bərabərdir feilin şəkillərinə. İsmi xəbəri isə yerdə qalan hər şey ismi xəbərdir. Yəni, xəbər əgər isim, sifət, say, zərf, məsdər və feili sifətlə ifadə olunubsa, o nədir? İsmi xəbərdir. Bir daha deyirəm, xəbər, isim, sifət, say, zərf, əvəzlik, məsdər və feili sifətlə ifadə olunubsa, ismi xəbərdir. Feilin şəkilləri isə nədir? Feili xəbərdir. Məsələn, deyir, feili xəbərli cümləni tap. Bir dənə şeyə tapa baxacaqsan. Bir dənə şey. Feili xəbər bərabərdir feilin şəkilləri ilə ifadə olunan xəbər. İsmi xəbər isə yerdə qalan hər şey. Bir də, məsələn, deyirik, onlar, nə bilim, nəyi qazananlardır. Bayaqlam dediniz, ha, Mehriban dedi, səhv eləmirəmsə, qazanan ismi xəbərdir ki, bəli, məsdərlə feili sifətdə ismi xəbərdir. İsim, sifət, say, zərf, əvəzlik, məsdər plus feili sifət nə sayılacaq? İsmi xəbər sayılacaq. Buna çox diqqət edirsiniz. Məsələn, gərək böyüyün sözünə qulaq asasan. Asasan feilin hansı şəklidir? As sözün köküdür, düzdürmü? A nədir? Arzudur. Arzu şəkli ilə ifadə olunan xəbər nədir? Feili xəbərdir. O 2 il əvvəl ali məktəbi bitirmişdi. Nə etmişdi? Bitirmişdi burada nədir? Feilin xəbər şəklidir də, düzdürmü? Feilin xəbər şəkli bərabərdir nə? Feili xəbər. Feili xəbər nəyə bərabərdir? Feilin şəkillərinə bərabərdir. Feili xəbərin sualları nədir? Nə etdi, nə oldu, nə edir, nə edəcək, bir də nə olacaq? Sonra ismi xəbər isə nə ilə ifadə olunur? İsmi xəbər dedik, isim, sifət, say, zərf, əvəzlik, məsdər bir də feili sifət nədir? İsmi xəbərdir. İsmi xəbərin sualları kimdir, nədir, haradadır, necədir, neçəncidir, kim idi, nə idi, necə idi, haraydı. Məsələn, qonaqlar içəridədir, haradadır? Bu ismi xəbərdir. Niyə? Çünki içəri nədir? Zərfdir. Zərflə ifadə olunan xəbər nədir? İsmi xəbərdir. Otaqdakı bütün əşyalar onundur. Kimindir? Onundur burada nədir? Şəxs əvəzliyi. Şəxs əvəzliyi ifadə olunan xəbər nədir? O da ismi xəbərdir. Bir də dilimizdə predikativ sözlər var. Predikativ sözlər nədir? Suala cavab vermədən müstəqil ismi xəbər olan sözlər nədir? Predikativ sözlərdir. Bir daha deyirəm, suala cavab vermədən cümlədə müstəqil ismi xəbər olan sözlər. Bunlar hansılardır? Var, lazım, gərək, bəs, mümkün, bir də yox. Var, lazım, gərək, bəs, mümkün yox. Bu sözlər cümlədə suala cavab vermədən nə olurlar? Müstəqil ismi xəbər olurlar. Məsələn, xonçada rəngbərəng şamlar var. Var özü burada tək, suala cavab vermədən ismi xəbər olur. Yəni, var suala cavab vermir, ha. Özü tək ismi xəbərdir. Vətəni qorumaq lazımdır. Lazımdır, sual vermir. Özü tək ismi xəbərdir. Özü tək bilsiz nədir? Yəni, lazımdır, yanına yörəsinə söz qoymur. Özü təkcə. Bütün bunlar bəsdir. Yenə bəsdir də. Suala cavab vermədən nədir? Özü tək ismi xəbər funksiyasında çıxış edə bilir. Belə. Gəldik cümlənin ikinci dərəcəli üzvlərinə. Təyin tamamlıq zərfi. Tamamlıq nədir?
da hər bir cümlə üzvü hər hansısa bir nitq hissəsi ilə ifadə olunur. Tamamlıq demək bərabərdir ismin hallarına. İsmin hallarını bilirsənsə, demək ki, tamamlığı da bilirsən. Niyə? Tamamlıq tərifi belədir. İsmin adlıq və yiyəlik hallarından başqa yerdə qalan hallarda olub, cümlədə əşya və obyekt bildirən cümlə üzvünə nə deyirlər? Tamamlıq deyilir. Adlıq və yiyəlik hallarından başqa yerdə qalan hallarda olub, cümlədə əşya və ya obyekt bildirən cümlə üzvünə nə deyilir? Tamamlıq deyilir. Tamamlıq, yəni ismin adlıq və yiyəlik halından başqa yerdə qalan hallarla nə edilir? İfadə olunur. Tamamlıq. Tamamlıq iki yerə bölünür. Vasitəsiz tamamlıqlar, bir də vasitəli tamamlıqlar. Bir daha deyirəm, tamamlıq neçə yerə bölünür? İki yerə. Hansılar oldu? 1. Vasitəsiz tamamlıqlar, 2. Vasitəli tamamlıqlar. Vasitəsiz tamamlıq bərabərdir ismin təsirli yanında olan sözlərdə ifadə olunmur. Vasitəsiz tamamlığın bircə növü var. İsmin təsirli yanında. Yəni ismin təsirli yanını bilirsənsə, aynı gözəl vasitəsiz tamamlığı bilirsən. Vasitəsiz tamamlıq ismin təsirli yanında olan sözlərlə ifadə olunur. Kimi, nəyi, haranı, bir də nə suallarından birinə nə edir? Cavab verir. Daha deyirəm, vasitəsiz tamamlıq nə ilə ifadə olunur? İsmin təsirli yanında olan sözlərlə ifadə olunur. Kimi, nəyi, haranı, bir də nə suallarından birinə cavab verir. Məsələn, Kərimi çoxdan tanıyırıq. Kimi, Kərimi. Bu nədir? Müəyyənlik bildirən təsirli yanı. Bəs qeyri-müəyyənlik bildirən, biz bir şey deyim də, vasitəsiz tamamlıq nə ilə ifadə olundu? İsmin təsirli yalı ilə, düzdürmü? Bəli. O necə ki, ismin təsirli yalı iki yerə bölünür ha. Müəyyənlik bildirən təsirli yalı, bir də qeyri-müəyyənlik. Eynilə vasitəsiz tamamlıq da bölünür. Müəyyən vasitəsiz tamamlıq, bir də qeyri-müəyyən. Təsirli yalın şəkilçisi varsa, müəyyən təsirlikdir. Müəyyən vasitəsizdir. Təsirli yalın şəkilçisi yoxdursa, qeyri-müəyyən vasitəsizdir. Məsələn, Bayram anasına çiçək aldı. Buradakı çiçək nədir? Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqdır da, düzdürmü? Bayram anasına çiçəyi aldı da. Buradakı çiçək nədir? Qeyri-müəyyənlik bildirir də, düzdürmü? Şəkilçisi yoxdur. Qeyri-müəyyənlik bildirən təsirli yaldır. O da nə eləyir? Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq. Bayram anasına çiçəyi aldı. Çiçəyi bayram anasına aldı. Bayram anasına o çiçəyi aldı. Bu nədir? Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq funksiyasından nə edəcək? Çıxış edəcək. İndi vasitəli tamamlığa. Vasitəli tamamlığı isə yönlük, yerlik, çıxışlıq hallarında olan sözlərlə nə edir? İfadə olunur. Bir daha deyirəm, vasitəli tamamlıq yönlük, yerlik və çıxışlıq halları ilə ifadə olunur. Vasitəli tamamlığın sualları nədir? Kimə, nəyə, kimdən, nədə, bir də kimdən, nədə. Bunlar nədir? Vasitəli tamamlığın suallarıdır. Məsələn, dəftərinə ürək sözlərini yazdı. Nəyə dəftərinə? Yönlü yaldadı mı? Oldu vasitəli tamamlıq. Kitabda maraqlı əhvalatlar var. Nədə kitabda? Yerli yaldadı mı? Nədə sualına cavab verdi mi? Oldu vasitəli tamamlıq. Sonra deyirsən ki, məsələn, kitabında maraqlı məlumatlar var. Nədə kitabında? Yerli yaldadı mı? Olacaq nə vasitəli tamamlıq kimi çıxış edəcək. Sonra qoşmalı sözlər də vasitəli tamamlıq olur. Məsələn, belə tamamlıqlar kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqda, nə haqda, kim barədə, nə barədə suallarla birinə nə ilə cavab verirdi. Məsələn, deyirsən ki, biz şəhərə qatarla getdik. Nə ilə qatarla? Nə ilə sualına cavab verdimi? Oldu vasitəli tamamlıq. Yəni qoşmalı sözlərdə vasitəli tamamlıq olur. Kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqda, nə haqqında, kim barədə, nə barədə. Məsələn, deyirsən ki, sənin üçün bunu edərəm. Kim üçün, sənin üçün. Burada nə oldu? Oldu vasitəli tamamlıq. Sonra tamamlıq da bölünür iki yerə. Üzr istəyirəm. Tamamlığın da ifadə vasitələri.
İsimli ifadə olunur. Məsələn, deyirsən ki, əlini çağırdım. Kimi əlini? İsimli ifadə olundu. Birinciləri səslədi. Kimi birinciləri? Saylı ifadə olundu. Pisləri unutmuram. Nəyi pisləri? Sifətli ifadə olundu. Sonra əvəzdişli ifadə olundu. Hər kəsə baxıram. Kimə? Hər kəsə. Qeyri-müəyyən əvəzdişli ifadə olundu. Sonra məsəllə ifadə oluna bilər. Məsələn, deyirsən ki, e, baş verənlərə cavabdeh deyiləm. Nəyə baş verənlərə? Fe'l sifətli ifadə olunur. Sonra məsəllə ifadə oluna bilər. Oxumağa yaxşı baxmır. Nəyə oxumağa? Məsəllə ifadə oluna bilər. Belə. Sonra baxırıq burada nəyə? Təyinə. Bəs təyin nədir? Təyin isə cümlədə isim və isimləşmiş üzvləri izah edib, isim və isimləşən üzvləri izah edib, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Elə bil, təyinə düstur çıxarsaq belə çıxarırıq da, bax. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci plus isim. Əgər hər hansısa bir söz necə, nə cür, hansı, neçə, nə qədər, neçənci suallarına birinə cavab verib, özündən sonra isim istəyirsə, cümlə üzvü kimi olacaq nə? Təyin. Təyinlər daha çox sifətlə, sayla, işarə və təyinə vərdişlərlə, fe'li sifətlə nə edirlər? İfadə oluna bilirlər. İsmi birləşmələri, mürəkkəb adlarla da ifadə oluna bilir. Gəlin baxaq. Doğma kəndimizi tez-tez xatırlayıram. Nəyi? Kəndimizi. Hansı kəndimizi? Doğma. Bax, doğma hansı sualına cavab verdimi? Özündən sonra isim istədimi? Cümlə üzvü kimi olacaq nə? Təyin. Xeyli məhsul toplamışdılar. Nəyi? Məhsulu. Nə qədər məhsulu? Xeyli. Bax, nə qədər də təyinin sualına cavab verir. Nə qədər? Xeyli nə qədər sualına cavab verdimi? Özündən sonra isim gəldimi? Onu cümlə üzvü kimi təyin. Əlində dəri çanta var idi. Necə çanta? Dəri çanta. Bax, dəri necə sualına cavab verdimi? Özündən sonra isim gəldimi? Olacaq cümlənin nəyi? Təyini. Dəri çanta. Necə çanta? Belə. Sonra burada baxırıq nəyə? Hmm. Sifət, say da təyin ola bilər. Məsələn, 5 uşaq. Nə qədər uşaq? 5 nə qədər sualına cavab verdimi? Özündən sonra isim gəldimi? Cümlə üzvü kimi olacaq nə? Təyin. Məstər təyin ola bilmir. Fe'li bağlama cümlənin yalnız dəfliyi ola bilər. Belə. İndi nitq hissələri ilə ifadə olunan təyinlər sadədir. Söz birləşmələri ilə ifadə olunan təyinlər isə mürəkkəbdir. Məsələn, deyirsən ki, nazir universitetə təhsil alan tələbələri qəbul etdi. Nə etdi? Qəbul etdi xəbər. Kim nazir? Kimi tələbələri? Hansı tələbələri universitetdə təhsil alan? Bax, universitetdə təhsil alan tələbələri. Tələbə isim oldumu? Hansı tələbələrə universitetdə təhsil alan? Universitetdə təhsil alan hansı sualına cavab verir? Özündən sonra nə istəyir? İsmi. Cümlə üzvü kimi nə olacaq? Təyin mövqeyində çıxış edəcək. Sonra burada baxırıq başqa nəyə? Burada elə bir şeyimiz yoxdur. Təyin də quruluşuna görə sadə olur. Bir də onu dedik ki, mürəkkəb olur. Bir də məsələn başqa bir nümunə deyim. Nə deyək? Hə, xalq şairi Səməd Vurğun. Kim Səməd Vurğun? Hansı Səməd Vurğun? Xalq şairi. Bax, xalq şairi burada nədir? Mürəkkəb təyin. Niyə? Çünki ikinci növ təyini söz birləşməsi ilə nə oldu? İfadə olundu. Belə. Zəflik. Bəs zəflik nədir? Zəflik hərəkətin tərzini, icrasını və əlamətin meydana çıxmasını neyinir? Müxtəlif cəhətdən izah edir. Bir daha deyirəm. Zəflik hərəkətin tərzini, icrasını və əlamətin meydana çıxmasını müxtəlif cəhətdən neyinir? İzah edir. Zəflik daha çox aid olur fe'li xəbərə, amma ismi xəbərə də neyinir? Aid ola bilir. Zəflik daha çox fe'li xəbərə aid olur, amma ismi xəbərə də aid ola bilər yəni. Gəl baxaq. Məsələn, o həmişə bizimlədir. Bax, həmişə burada nədir? Zaman zərfliyi idimi? Özündən sonra isim gəldimi? Demək, zərflik neynədir? İsmi xəbərə də aid ola bilir. Belə də aid ola bilir.
Sonra zəflik quruluşuna görə sadə və mürəkkəb olur. Yenə eyni məsələdir. Nitq hissələri ilə ifadə olunan zəfliklər quruluşuna görə sadə olur. Söz birləşmələri ilə ifadə olunan zəfliklər isə quruluşuna görə necə olacaq? Mürəkkəb olacaq. Məsələn, deyirsən ki, zəflik, yəni eyni digər cümlə üzvlərində olan qaydadır da, yenə eyni məsələdir. Məsələn, deyirsən ki, evin yuxarısında harada? Bu mürəkkəb yer zəfliyidir. Çünki söz birləşməsi ilə ifadə olunur. Amma harada evdə bu isə sadə yer zəfliyidir. Çünki bir sözlə ifadə olundu. Yəni isimlə ifadə olundu. Zəfliyin mənaca növləri hansılardır? Onlara baxaq. Tərz hərəkət zəfliyi, zaman zəfliyi, səbəb zəfliyi, yer zəfliyi, kəmiyyət, bir də məqsəd zəfliyi. Tərz hərəkət zəfliyi nədir? İşin, hərəkətin, icra tərzini bildirir. Necə, nə cür, nə tərzdə suallarından birinə nə edir? Cavab verə bilir. Tərz hərəkət zəfliyi nə ilə ifadə olunur? Tərz hərəkət zərfləri ilə ifadə olunur. Fe'li bağlama tərkibləri ilə, qoşmalı söz və birləşmələrlə nə edir? İfadə oluna bilir. Məsələn, qatar yavaş-yavaş yaxınlaşırdı. Nə edirdi? Yaxınlaşırdı. Xəbər. Nə? Qatar. Necə, nə şəkildə? Yavaş-yavaş. Bax, yavaş-yavaş nitq hissəsi kimi nədir? Zərfdir. Amma cümlə üzvü kimi nə olacaq? Olacaq tərz hərəkət zərfliyi. Sevda gülə-gülə ona yanaşdı. Necə, nə tərzdə gülə-gülə? Gülə-gülə nitq hissəsi kimi nədir? Fe'li bağlama. Amma cümlə üzvü kimi olacaq nə? Tərz hərəkət zərfliyi. Düz sual verəndə Sevda ona necə, nə tərzdə yanaşdı? Gülə-gülə yanaşdı. Sonra o qırğı kimi irəli cumdu. Nə etdi? Cumdu. Kim o? Hara irəli? Necə, nə tərzdə qırğı kimi? Bax, qırğı nədir? İsimdir. Kimi nədir? Qoşmadır. Qoşmalı söz cümlənin nə oldu? Tərz hərəkət zərfliyi. Sonra, yəni tərz hərəkət zərfliyi asaddır. Necə, nə cür, nə tərzdə suallarından birinə cavab verir. Bir dənə burada nəyi deyim? Necə həm təyinin sualdır, həm də tərz hərəkətin sualı. Bu da necə ayırsan? Təyin ismə aid olur, düzdürmü? Tərz hərəkət zərfliyi isə nəyə aid olur? Feylə aid olur. Məsələn, gözəl insan desən, gözəl burada təyindir. Gözəl danışır desən, gözəl burada nədir? Tərz hərəkət zərfliyidir. Bu sadəcə belə ayırsan. Sonra zaman zərfliyi nəyi bildirir? İşin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt, nə zaman, haçan suallarından birinə nə edir? Cavab verə bilir. Zaman zərfliyi nə ilə ifadə olunur? Zaman zərfləri ilə, fe'li bağlama tərkibləri ilə, zaman mənalı isimlərlə nə edir? İfadə oluna bilir. Məsələn, dünəndən qar yağır. Nə edir yağır? Nə qar, nə zaman dünəndən. Bax, dünən nitq hissəsi kimi nədir? Zaman zərfidir. Cümlə üzvü kimi olacaq nə? Zaman zərfliyi. Sonra biz evə çatanda hava qaralırdı. Qaralırdı. Nə hava, nə zaman biz evə çatanda. Bax, indi biz evə çatanda, düzdürmü? Çatanda anda əndə nədir? Fe'li bağlamadır. Yanındakı sözlərlə bir yerdə nə edib? Tərkib yaradır. Biz evə çatanda. Nə zaman? Olacaq zaman zərfliyi. Fe'li bağlama tərkibi olur cümlənin zaman zərfliyi. Sonra yer zərfliyi isə işin, hərəkətin, hadisənin yerini bildirir. Hara, haraya, harada, haradan suallarından birinə cavab verir. Yer zərfləri ilə, məkan mənalı isimlərlə, qoşmalı söz və birləşmələrlə nə edilir? İfadə oluna bilir. Məsələn, içəridə səs-küy var. Var nə? Səs-küy. Harada? İçəridə. İçəridə nitq hissəsi kimi nədir? Yer zərfidir. Cümlə üzvü kimi olacaq? Yer zərfliyi. Sonra binanın qabağında meydança var idi. Var idi nə meydança? Harada? Binanın qabağında. Bax, binanın qabağı nədir? Üçüncü növ təyin ismi birləşmədimi? Cümlə üzvü kimi olacaq nə? Yer zərfliyi. Mağazadan çörək aldı. Haradan? Mağazadan. Mağaza nitq hissəsi kimi nədir? İsimdir. Haradan sualına cavab verəcək. Cümlə üzvü kimi olacaq? Yer zərfliyi. Kəmiyyət zərfliyi işin, hərəkətin, hadisənin hansı kəmiyyətdə, hansı dərəcədə icra olunduğunu bildirir. Nə qədər, bəzən də nə dərəcədə suallarından birinə cavab verir. Ənvər bir qədər də bizimlə oturdu. Nə qədər? Yəni, ümumiyyətcə, zərfliyin növləri çox azdır. Sual verərək tapmaq olur. Məhəmməd həmişə bəs deyincə yeyərdi. Nə qədər bəs deyincə yeyərdi?
Səbəb zərfliyi işin, hərəkətin, hadisənin səbəbini bildirir. Məqsəd zərfliyi isə məqsədini bildirir. Bir də nə deyim? Səbəb zərfliyi dık plus 3-ün formasında olur. Məqsəd zərfliyi isə mak plus 3-ün formasında nə edir? Olur. Səbəb zərfliyi dık plus 3-ün formasında olur. Məqsəd zərfliyi isə mak plus 3-ün formasında olur. Bir də nə deyim? Səbəb zərfliyi keçmişə aid olur. Məqsəd zərfliyi isə gələcəyə aid olur. Bax, belə də yadınızda saxlaya bilərsiniz. Məsələn, deyirsən ki, o təhsilini bitirdiyi üçün qayıtdı. Bax, təhsilini bitirdiyi üçün. Lik plus üçün nədir? Səbəb. Həm də, bax, dedik axı, keçmişə aid olur. Yəni, neyniyir? Birinci təhsilini bitirir, sonra qayıdır vətənə. Amma deyirsən ki, təhsilini almaq üçün vətəndən getdi. Bax, Mak plus üçündürmü? Həm də gələcəyə aiddir də. Yəni bu yazı hələ ki təhsilini almayıb. Almaq üçün neyinir? Gedir. Bu isə nədir? Məqsəddir. Səbəb keçmişə aid olur. Məqsəd gələcəyə aid olur. Səbəb dık plus üçün formasında olur. Məqsəd mak plus üçün. O da niyə? Bizim səbəblərimiz bizim keçmişimizlə bağlıdır da, düzdürmü? Amma bizim məqsədimiz bizim gələcəyimizlə bağlı olan bir şeydir də. Belə. Məsələn, olimpiyadada uğur qazandığım üçün sevinirəm. Dık plus üçün. Yəni qazanıram, sonra nə edirəm? Sevinirəm. Səbəbdir də, düzdürmü? Qazandım, sonra sevindim, keçmişdir. Olimpiyadada uğur qazanmaq üçün çalışıram, mak plus üçün. Bu nədir? Bu isə artıq məqsəddir. Yəni hələ uğur qazanmaq üçün çalışır. Hələ ki uğurunu qazanmayıb ki, gələcəklə bağlı olan bir şeydir də. Belə. Nəsə gəlin bir dənə bunların testlərinə baxaq. Mübtədadan getdi, Nigardan başlayaq. Nigar, burada baxaq 2-yə. 2-dən gedək Nigar. Mübtədası söz birləşmə. Aha, söz birləşməsi ilə ifadə olunan cümləni müəyyən edin. İblisin monoloqu tamaşaçıları yaman heyrətləndirmişdi. Nə etmişdi, heyrətləndirmişdi, nə iblisin monoloqu. Söz birləşməsidir. Ay, sağ ol. Düzdür, bəli. Nə? İblisin monoloqu, düzdür. Aha. Düz, bəli, Nigar, düzdür. Məlikə ilə gedək. Məlikə, 4-ə baxaq. 4-ə baxaq. Mübtədası sifətlə ifadə olunan cümləni müəyyən edin. Xərc üstə çoxlar düşdü kəməndə. Xərc. Nə üstə? Xərc üstə. Gözəllər seyrəngahısan, görüm sənin var ol. Gözəllər kim? Gözəl necə gözəllər? İndi bax diqqətli ol Məlikə. Gözəllər seyrəngaha ikisi bir yerdə cümlə üzvüdür. Sifət bizə Ha. tək lazımdır. Aha. Bax, yeyə bax Məlikə. Namərd dar gündə aradan çıxanda. Namərd nitq hissəsi kimi nədir? Sifətdir. Ayrılıqda sifətdir. Aha. Amma sual verəndə kim dar gündə aradan çıxanda? Namərddir. Sifət ismin kim sualına cavab verdi mi? Oldu cümlənin mübtədası. Rukiyə ilə. Rukiyə 6-ya baxaq buradan. Bəli, müəllimə. 6. Deməli, deyir ki, doğrunu danışan məğlub olma cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? Doğrunu danışan fe'li sifət tərkibi. Ay, sağ ol. Qəşəng. Ana nədir? Fe'li sifət. Yanına da Bəli. sözləri yığıb tərkib yaradır. Qəşəng Rukiyə. Sağ ol. Düzdür. Mehribanla gedir. Mehriban 17-yə baxaq. Ha. Qonşumu yox, istəyən var olmaz. Yəni qonşumu yox, istəyən var olmaz cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? İstəyən var olmaz. Var olmaz. Kim var olmaz? Qonşumu yox istəyən. Ay, sağ ol. Var olmaz xəbər. Kim var olmaz? Qonşunu yox istəyən. İstəyən, yox istəyən. Düzdür, İsmi bəli. birləşmə. Qonşumu. İsmi birləşmə
Qonşu. Yox. İsmi Yox. birləşmə yox. Fe'li Qonşunu. Yox. Ha. fe'li sifət tərkibi ilə. Qəşəng. S. Anan nədir? Fe'li sifət. Yana da sözləri qoyub tərkib yaradır. Düz mehriban, bəli. Günellə gedirik. Günel otursa baxaq. Hansı cümlədə mübtəda zərflə ifadə olunub? İçəri keçən qonaqlar rahatca əyləşdilər, nə etdilər, əyləşdilər. Necə? Rahatca. Bu da zərf, budur. Hə, mübtədan soruşur. Hə, çaşdım. Rahatca əyləşdilər. Kim içəri keçən qonaqlar? Yox, qonaqlar. Hansı qonaqlar? İçəri keçən qonaqlar. Yox, burada deyil. Uşaq gah aşağı enir, gah da yuxarı qalxırdı. Nə edirdi? Yuxarı qalxırdı, nə edirdi? Aşağı enirdi. Kim? Uşaq? Yox. Tənbəllər həyatdan müvəffəqiyyət qazana bilmirlər. Nə edirlər? Kim tənbəllər? C variantı. Vay, tənbəl sifətdir. Günel zərf istəyir. Zərf. Variantı. Hı? Aşağılar. Ay sağ ol. Gülçiçək C variantı içində da. idi. Hara? Aşağılar. Bəli, aşağı Sağ ol. nədir? Yer zərfidir. Oldu cümlənin Bəli, bəli. mübtədası. Düzdür, Günel, bəli. Gülbənizlə gedirik. Gülbəniz, gedək xəbərə. Səs aça bilirsənmi? Gülbəniz, baxaq burada 3-ə. Necə? İsmi xəbərli cümləni müəyyən edin. Aha. İsmi xəbərli cümlə isim, sifət, say əvəzlik. Məstərlə feili sifətli ismi xəbərdir. Bir də var, lazım, gərək, bəs, mümkün yox. Onlar da ismi xəbərdir. Bir dəqiqə. Qanun aliyinə hamımız hörmətlə yanaşmalıyıq. Yanaşmalıyıq. Xəstənin vəziyyəti yaxşılaşırdı. Gərək. Gərək dedik biz burada. Ona görə də Y variantıdır. Ay, sağ ol. Var, lazım, gərək, bəs, mümkün yox, ismi xəbər olur. Düzdür, bəli. Düzdür. Ləman 17-yə baxaq. Hansı cümlənin xəbəri keçmiş zamanda olan fe'lə ifadə olunmuşdur? Xəbəri. Geçmiş zaman Hı. Ay, zillənərdi. idiymiş hissəciyinə bunu ayırmalısan da. O da danışırdı değil herhalde. Danışırdı, indiki zamandı. D orada idi hissəciydi. Danışır Hı. idi. Bax, oradakı da idi hissəciydi. Danışır idi. Çünki indiki zamandan sonra gəldi. Otlayırdı da değil. Ama otlayır. Ekilir. Bəlkə bu biraz böyüdə bilərsiniz azca. Zəhmət olmaz. Hı. Görsən? Ben Çox bunu sağ da ol. görsənir indi yaxşı. Bəli, biraz. Hı. Zillənərdini seçə bilmədim. Bu nə deməkdir? Bax, Zillənər. zillənər. Ər qeyri Hı. qəti gələcək zamanda di orada ididir. Bizdən keçmiş zamanda olan feil istəyirmi? Bəli. Yazdı. Rəisin adına təzə Kimsə əldə yazdırıldı. Bax, d-dan sonra mı yazmaq, artıra bilsənsə yazdırmaq. şudu keçmişdi. Yazdırıldı, yazdırılmadı. Oradakı d nədir? Şudu keçmişdi. Amma bax, danışır idi, idi hissəci idi. Otlayır idi, idi hissəci idi. Əkilirdi, idi hissəci idi. Zillənər idi, ididir. Hamısında zamandan sonra gəlir. Həm də mamə də artıra bilərsən də. Bax, danışırmadı demək olmur. Otlayırmadı demək olmur. Əkilirmədi demək olmur. Zillənərmədi demək olmur. Amma yazdırılmadı demək olur. Ona görə cavab nədir? D-dir. Özündən əvvəl D variantında mamə artıra bilirsən də. Hə? Bildin bunu, bilmədin?
Bəli. Mhm. Bak dıdını şurada keçmişdən idi hissəciyinin ayrılması da. Burada hamısında idi hissəciydi. Aha. Sarvandan gedirik. Bircə saniyə. Sarvan 21-ə baxaq. 21. Mhm. Xəbəri ismi birləşmə ilə ifadə olunan cümləni müəyyən edin. Mhm. Qapını döyən. Qapını döyən postalyondur. Mhm. Burada birləşmə yoxdur Qapını Sarvan. döyən kim? Mübtəda birləşmədir. Bizdən şey istəyir. Xəbər ismi Ha, birləşmə. xəbəri ismi birləşmə ilə. Mhm. Ha, xəbəri ismi birləşmə ilə ifadə olunan burada. Hmm. Bizi sevindirən Azərbaycanın uğurlu inkişafıdır. Ay sağ ol. Azərbaycan uğurlu inkişafıdır. Nə? Bizi sevindirin. Bəli. Azərbaycan uğurlu Hə, inkişafı nədir? Üçüncü nöqtəyin ismi birləşmədir. Düzdür Sarvan? Bəli. bəli. Aha. Davam edək. Fidon 22-yə baxaq. Müəllimə, çox üzr istəyirəm. Hı. Orada D variantı niyə ola bilmir? Tahirin əmsi məşhur həkimdir. Çünki məşhur həkim birinci nöqtəyin ismi birləşmədir. Amma axı parçalanır. Kimdir? Həkimdir. Necə Hə, həkimdir? ona görə Məşhur. başa düşdüm. Hə, bir şey deyim də. Xəbəri, nə bilim, sifəti, sayı, ismi birləşmə deyəndə ikinci və üçüncü növü götürün. Birinci növü götürməyin. Siz niyə? Çünki birinci növ parçalanır, amma ikinci və üçüncü növ parçalanmır. Oldu mənim. Ha, ona görə. Aha. 22-yə baxırdıq. Filan 22-yə baxaq. Axşamınız verməli. Axşamınız xeyir olsun. İsmi Fidan. xəbərli cümləni müəyyən edin. Onun hər xırda şey üçün yuxarılara ağız açanlardan zəhləsi gedərdi. İsmi xəbər. Yox. Mirzə Əkbər Sabir Molla Nəsrəddini vərəqləməyə başladı. O anası kimi xeyirxahdır. Hı hı. Ay sağ ol. O variant götürdün də düzdür. Xeyirxah nədir? Sifətdir. Necədir Aha, sualına cavab vermiş? Sifətli ifadə olunan xəbərdir, ismi xəbərdir. Düzdür. variant. Tamam. Hı hı. Demək, tamamlığa keçək. Ayşə ilə davam edirik. Demək, Ayşə tamamlıqda baxaq. 4-ə bax. Bəli. Birində tamamlıq ismlə ifadə olunur. Hı hı. Ə, Oxudum. Mən bu kitabı bir neçə dəfə oxudum. Kitabı elə budur da müəllim. Bəli, nəyi? Kitabı. Bildiniz də, tamamlıq da ismin təsirli yanında olur, yönlük, yerlik və sıxlıq hallarında olur. Bəli, düzdür. Xanım. Xanım 15-ə baxaq. Bəli, axşamınız xeyir. 15 Axşam xeyir olsun xanım. tamamlığı işin birləşməli olmadığını cümlə müəyyən edin. Hı. Xanım, səs aça bilirsənmi? Tamam, xanım səs aça bilmirsə, onda C hə, variantıdır müəllim. C tamam. variantı. Bəli, növbəstlər sinif otağına Aysa, haranı sinif otağına? Haranı sinif otağına. Aysa, ikinci nöqtəyin ismi birləşmədir. Haranı tamamlığın sualıdır da bilirsiniz. Kimi, nəyi, haranı. Bax, haraya, harada, haradan, yer zərfinin sualıdır. Bir dənə haranı tamamlığın sualıdır. Haranı. Bəli. Bu olacaq tamamlığın sualı. Düzdür. Davam edirik yenə buradan. Demək 18-ci testə baxaq. Mehriban 18-ə baxaq. 18 Mehriban. Aylıq maaşı az Hı. olanlara humanitar yardım verildi. Cümləsində tamamlıq nə ilə ifadə olunur? Aylıq maaşı az olanlara kimə aylıq maaşı nə verildi, nə humanitar yardım da düzdür. İsmi birləşmə
Yox, tamamlığı istəyir bizdən. Aylıq maaşı az olanlara. Humanitar. Sakit olun. Bağışlayın uşaqlar səsini. Evi. Aylıq maaşı az olanlara humanitar yardım verildi. Fiili sifət. Onu bilmədim. Bax, nə etdi, verildi. Nə? Humanitar yardım. Kimə? Aylıq maaşı az olanlara. Anan nədir? Fe'li sifətdir, düzdürmü? Yandakı sözlərə də qoşulub nə edir? Tərkib yaradır. Kimə? Aylıq maaşı az olanlara. Hı -hı. Fe'li Tamam. sifət tərkibi oldu cümlənin tamamlığı. Tamam. Bilbəniz burada demək 20-yə baxaq. Cümlelerden birinde tersili halın sualına cevap veren tamamlık işlenmiştir. Hı. Tersili halın sualına cevap veren. Ee, söhbət açım öz baharımdan. Təhsilli halın sualı kimi Kimi, oldu? nəyi, haranı, nə, kimə, nəyə, kimdən, Ee, nədən, kimdən, nədən. onu da bilmərik. Biz onu, kimi, onu. B variantı. Ay sağ ol. Biz onu da bilmərik. Kimi, onu. Düzdür. Bəli, düzdür. Aha. Demək, Nigar 21-ə baxaq. Nigar 21. Müəllimə, 21. Hı. Fe'li sifət tərkibi ilə ifadə olunan tamamlığın işləndiyi cümlə. Fe'li sifət. Onun dediklərini uşaqlar da təsdiqlər. Nə edir? Təsdiqləyir. Kim uşaqlar nəyi? Onun dediklərini. Fe'li sifət tərkibi Səlimənin bu işdən xəbəri yoxdur. Nədir xəbəri yoxdur? Nədən? Bu işdən. Səlimənin bu işdən xəbəri yoxdur. Bu elə bütöv xəbər gedir elə. Səlimənin bu işdən xəbəri yoxdur. Yoxsa necə? Ay sağ ol. Bəli. Nə edir? Təsdiqləyir. Kim uşaqlarda nəyi? Onun dediklərini. Onun dediklərini nədir? Fe'li sifət tərkibi oldu cümlənin tamamı. Düzdür, bəli. Hı Mhm. -hı. Fidanla davam eləyək. Təyinə keçir. Fidan, təyində baxaq. Bircə saniyə. 4-ə baxaq, Fidan. Birinci Azərbaycan operasına qulaq asmağa çox bərk arzulayan Zərdabi, əfsus ki, onu görmədi. Cümləsində təyini nə ilə ifadə olunmuşdur? Operasına qulaq asmağa çox bərk arzulayan Zərdabi, əfsus ki, onu görmədi. Hı -hı. Mən burada təyini tapa bilmədim ki, müəllimə. Bax, nə etdi görmədi. Kim? Zərdabi. Hansı Zərdabi? Birinci Azərbaycan operasına qulaq asmağı çox bərk arzulayan. İndi bu nə olar? Hansı Zərdabi? Birinci Azərbaycan operasına qulaq asmağı çox bərk arzulayan. Bu nədir? Fiili sifət tərkibi. Yox. Ay sağ ol, bəli. Fe'li sifət tərkibi ilə. Düzdür. 6-ya da baxaq, Fidan. Truppa rəhbəri Mirzəğa Əliyev işlər barədə məlumat verdi cümləsində təyin nə ilə ifadə olunmuşdur? Truppa rəhbəri. Kim truppa rəhbəri? Mirzə Əliyev işlər barədə məlumat verdi. Hı -hı. Hı. Kim? Mirzağa Əliyev. Hansı Mirzağa Əliyev? Truppa rəhbəri. Nə oldu bu truppa? İsmi birləşmə. Nə?
ismi birləşmə. Bəli, ikinci növ təyin ismi birləşmə. Düzdür, bəli. Hı -hı. Xanım 9-a baxaq. Müəllim, başqa dərs qaldı Bəli, keçəcəyiniz. 9. Yox, O qurtardı. o anasını sonsuz bir məhəbbətlə sevən oğuldur. Təyin. Təyin. Hı Oğuldur kim? -hı. Anası sonsuz bir məhəbbətlə sevən. Oğuldur kim o? Ayson, necə oğuldur? Sonsuz bir məhəbbətlə sevən. Kimi Ayson, anasını? sonsuz bir məhəbbətlə sevən orada nədir? Fe'li sifət tərkibi C variantı. Ayson, düzdür, bəli. Düzdür. Gəl zəiflikdən də birisinə baxaq. Ruqiyyə baxmayayım. Ruqiyyə 4-ə baxaq zəiflikdə. Bəli, müəllimə. 4. O yüngülləşmək, ürəyini boşaltmaq üçün dərdini danışdığı cümləsində zəifliyin hansı məna növü işlətmişdir? Səbəb zəifliyi. Yüngülləşmək Makpilus üçün ürəyini 3-ün. boşaltmaq. Bəli. Makpilus 3-ün. Hansı Məqsəd. Ay, sağ ol. Bəli, Bəli, bəli. düzdür. Aha, düzdür. Makpilus 3-ün. 11-ə baxaq Sarvan. Hansı cümlədə məqsəd zərfliyi vardır? Hı -hı. Məqsəd zərfliyi Makpilus burada 3-ün. deməli gəlmişdi. O uşağa dərman almaq üçün şəhərə getdi. Hı -hı. O uşağa dərman almaq üçün şəhərə getdi. D variantı. Bəli, Makpilus 3-ün nədir? Düzdür, bəli, düzdür. Aha. Bəli. Yəni birinə də baxaq. Ləman 12-yə baxaq burada. Səbəb zərfliyi hansı cümlədədir? Hı -hı. Səbəb xəstələndiyi üçün, gətirmək üçün, gizlətmək üçün. Xəstələndiyi üçün nəyə görə? Tık. Hı -hı. Bir adı Bəli, düzdür. Dık plus 3-ün nədir? Xəstələndiyi Səbəb üçün. zərfliyidir. Düzdür, bəli. Bağlayıram buranı. Bitdi, uşaqlar. Və bugün keçdiyimiz dərs oldu nə? Cümlə üzvləri. Cümlə üzvlərini bitirdik. Belə, sağollaşıram. Gecəniz xeyrə, yuxunuz şirin. Xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun.